Peyğəmbərimiz buyurur, rəhmət Rəcəb ayında yağış kimi yer üzünə yağış. Yağış kimi. 30 gün yağış yağır sanki. Davamında buyurur hədisin, göz belə rəhmət görməyib, qulaq beləsini eşitməyib, zehnivin ucundan da belə keçməyib, ona rəhmətdir. Tövsiyə olunub birinci günü, 15-ci günü, axırıncı günü qüsul almaq. Qüsul alsa bu 3 günü kimsə, hədislərdə var, bir uşaq dünyaya gələrlər, necə məsum gələr. O qüsüldən sanki dünyaya məsum gəlsin. Yenidən dünyaya gəlmişsən buyur. Və birinci günü o qədər tövsiyə olunub ki, xüsusilə Rəcəb ayının birinci günü. Gecəsini əleyhissalam gözləyirdi ki, o günü ibadət eləsin. Gecəsini xüsusi ibadət, əhya saxlaya bilsiniz. Rəcəb ayının birinci günü çox tövsiyə olunur. İmam Sadiq deyir, gözlərdi əleyhissalam ki, o gecə gəlsin. Ayətullah Mərəşi Nəcəfiyə Allah rəhmət eləsin, böyük alimlərimizdən İslam ki, o gecə gəlsin. Ayətullah Mərəşi Nəcəfiyə Allah rəhmət eləsin, böyük alimlərimizdən biri idi. Bir alim danışırdı, deyir, onu qoca yaşlarında gördüm, deyir, elə ağlayırdı, elə göz yaşı tökürdü, gəldim, yaxınlaşdım, dedim, ağa, niyə ağlayırsan, nə olub sənə, niyə göz yaşı tökürsən? Deyir, Rəcəb ayı gəlib, cavanlığımda 3 ay biri digərini arxasıcan tutardım, amma bu qocalıq ki, mənə üst tutub, tuta bilmirəm tam. Hər günün tuta bilmirəm, ona görə ağlayıram. Cavanlar xüsusilə sizə, indi mənə cavanam, bir cavan qardaşımız olaraq məndən bu tövsiyəni qəbul edin, xüsusilə sizə, bizə nə qədər var.